Salam, axşamınız xeyir olsun. Mənim dəyərli izləyicilərim, hər birinizi xoş gördüm. Bizimlə bir kanalından gündəlik olaraq həyat tərzimi və kənd həyatından çəkiliş edib paylaşıram. Bugün biz Kür çayına çimməyə gəlmişik. Dedim sizlərlə bir qısa görüntü çəkim paylaşım edim. Əziz dəyərli izləyicilər, bura Kür çayıdır. Hal-hazırda özüm də Kür çayının qırağındayım. Suya indi daxil oluram. Çox soyuqdur, çox soyuq. Kür çayı biraz axdığı üçün çox soyuq olur. Yəni axar çay həmişə çox soyuq olur da. Özdə çox möhkəm axır əziz dostlar. Çox möhkəm axır ha. Çox möhkəm axır. Mən indi təkərli az da olsa bugünkü həyat tərzimdən çəkiliş edib sizlərlə paylaşacağım. Gördüyünüz kimi bura Kür çayıdır. Mən də Kür çayının hal-hazırda içərisindəyəm. Kür çayının içərisindən sizlərlə çəkiliş edirəm. Dəyərli izləyicilər. Gördüyünüz kimi çox dərindir. Biraz qarşıya tərəf irəliləməyə çalışıram. Su da çox möhkəm axdığı üçün su çox möhkəm axır. Qorxuram telefonu salaram suya. Kür çayı çox möhkəm axır. Hələ demək olar ki, bura qıraq hissəsidir. Hələ belə möhkəm axır. Yəni biraz lap o dərin yerləri var. Demək olar ki, orada çox möhkəm axır su. Heç belə özünü saxlaya bilmirsən. Və indi mən hal-hazırda əlimdə telefon çəkiliş edə-edə irəli tərəfə yaxınlaşmaq istərdim, amma su çox möhkəm axdığı üçün mən yaxınlaşa bilmirəm. Suyun şırıltısını da yəqin ki eşidirsiniz. Su çox möhkəm axdığı üçün yaxınlaşmaq olmur. İstərdim biraz irəli gedim. Ayaq yerə belə bir dəyənə qədər yerimək olur. Ayaq yeri dəyməyəndə çay möhkəm axdığı üçün özünü saxlamaq olmur. Bu da Kür çayının qıraq hissəsidir. Kür çayının qıraq hissəsi. Gördüyünüz kimi. Biraz qarşı tərəfə gedə bilsəydik yaxşı olardı. Amma çay möhkəm axdığı üçün getmək olmur. Qəşəng duru sudur, gözəl. Göz yaşı kimi dəyərli izləyicilər. Göz yaşı kimi dopdoğru. Gördüyünüz kimi çox möhkəm axır. Çox möhkəm axmasıydı. Mən sizlər üçün qəşəng çəkiliş edərdim. Çünki telefona boy vermir. Dərinə düşdükcə telefon islanmağa başlayır.
Güzel manzarası var değil mi? Çok güzel manzarası var. Bu da gündelik hayat tarzımdan olarak ve kent hayatından istedim. Sizler için kısa bir çəkiliş edeyim. Bugün Kürt sahilinde havalar çok isti olduğu için çinməyə gəlmişik. Videonu izləməyi xahiş edirəm. Yəni bəyənməyi də, həmçinin kanala da dəstək olmağınız üçün yenə də dəstəyinizə ehtiyacım var. Hər birinizə təşəkkür edirəm. Bəyənməyi və abunə olmağı unutmayın əziz dostlar. Bacardığım qədər mən də sizlərlə həyat tərzindən çəkiliş edib və kənd həyatından çəkiliş edib sizlər üçün paylaşım edəcəm inşallah. Bacardığım qədər çalışacağım, maraqlı və gözəl görüntülər olsun. İmkan daxilində. Yəni sizin də marağınıza səbəb olsun istərdim. Yəni əvvəllər Kürt çayı çox dərin olub, indi yəni Kürt çayı dağızlaşmağa başlayıb. Çünki Kürt çayı çox dərin olub. Yəni əvvəllər çox dedikcə dərin olub. İndi dağızlaşmağa başlayıb çay. Demək olar ki, gördüyünüz kimi bu Kürt çayının qıraq hissəsidir. Kürt çayının qıraq hissəsidir bu əziz dostlar. Gördüğünüz kimi getdikcə yüksəyə qalxır. Yəni çay çox hündürdür. Tədricən düşdü. Tədricən düşdü, getdi. Arada bulandıq axır. Çaylarda daşqın olur, sel suyu keçir deyə. Arada olur bulandıq. Bulandıq olanda biz yəni belə deyim də su bulandıq olduğu üçün biz çimə bilmirik. Yəni lüqqa olur da biz ona palçıq deyirik. Bulandıq olur, sel suyu keçir. Videomuzu sonlandırıram. Değerli izleyiciler, videonu izlediğiniz için her birinizə təşəkkür edirəm. Biraz soyuq dediyimi üzrə hesab edin. Biraz danışanda nəsə fərq olur. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Kənd həyatından bacardığım qədər sizlər üçün çəkiliş edib paylaşım edəcəm. Yeni videoda görüşənə dək özünüzə müğayət olun. Gündəlik olarak bu da hayat tərzimdən dedim bir çəkiliş edim paylaşım. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. Videonu yenə də deyirəm, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Yeni videolarda görüşənə dək.